Salamlayam hər birinizi. Bizim qonaqlarımız da var, səhv etmirəmsə Danimarkadan gələn. Hər birini salamlayıram. Və sevindirici haldır ki, belə böyük bir turnirin, böyük futbolun, belə deyək, Bakıdakı ilk oyunu keçiriləcək. Hansı ki, Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərdən birinə qarşı oynayacağıq və həm sevincliyik, həm də çox həyəcanlıyıq və məsuliyyətliyik. Yəni, belə bir oyunda, əlaqəsə ilk oyunda ümumiyyətcə diqqət bilirik həddindən artıq çoxdur və azərkeşlərimiz demək olar, Azərbaycan hər bölgəsində azərkeşlərimizin marağı boyuna çoxdur və bacardığımız qədər bu rəqibə qarşı hazırlaşdıq. Düzdür, vaxtımız çox az oldu. Maksimum imkanlardan istifadə etdik və bugün də imkanımız olacaq ki, biraz yenə hazırlaşa bilək. Və yaxşı komandaya qarşı oynayırıq, çox ciddi rəqibə qarşı oynayırıq. İnanıram ki, futbolçuların öz qabiliyyətləri ilə, öz bacarıqları ilə yaxşı mübarizə aparacaqlar və ən azından azərkeşlərimizi sevindirməyə çalışacaqlar. Nəzərə alsaq ki, həmin vəziyyətlərdə çətinlik çəkirik. Yox, niyə? Elə də çətinlik çəkmirik. Rəqibimiz imkan verən dərəcədə onu eləyəcəyik. Yəni, elə rəqiblər var ki, məncə bütün rəqiblər buna hazırdır. O qədər təkrar olunub ki, bütün rəqiblər buna hazırdır məncə. Ümumiyyətcə, inanın ki, mən həmişə belə anlarda çox sevinirəm. Çünki əgər bu qədər Avropa futbolunda, dünya futbolunda bu qədər diqqət varsa Qarabağa, deməli Azərbaycana olan diqqətdir. Yəni, Azərbaycanla daha yaxından tanış olurlar, Azərbaycanla daha yaxından maraqlanırlar. Bugün, bəli, ola bilər bizim futbolda, belə deyək, uğurlarımız, nəticələrimiz elə də ürək açan deyil. Amma ümumən, yəni, belə bir qalibiyyətlər, yəni mən dəfələr demişəm ki, futbolumuzu daha da sevdirir, ümumiyyətcə futbolçulara daha da inam verir və digər futbola yatırım qoymaq istəyən insanlara daha böyük həm həvəs, həm inam verir. Çünki futbol, belə deyək də, yəni idman şahıdır yəni, və buradakı qalibiyyətlər illər boyu danışılır, əlaqəsi böyük qalibiyyətlər. Və buna görə ilk olaraq bunu düşünürəm və bunu düşünərək də Azərbaycan adına futbolçulara çalışıram ki, demək ki, bunu düşünərək biz meydana çıxmalıyıq ki, bizim həm futbola dəyər verilsin, həm futbolçularımıza dəyər verilsin, həm ümumiyyətcə ölkəmizin tanınmasında ən azından cüzdə olsa bir böyük bir, kiçik bir pay sahibi olsunlar. Və bu ancaq sevindiricidir və əlbəttə ki, belə hallarda məsuliyyət daha da çoxalır. Daha da çoxalır və ən vacibi də odur ki, hamınız inamla gəlirsiniz bura. Bugün siz olaraq bəzən belə deyək, sizin ümidləriniz də futbola bir o qədər görsəm belə qənaətbəxş olmur. Amma hər bir halda bugün siz bura ümidlə gəlirsiniz. Eləcə də məsələn Azərkeşlərimiz ümidlə gəlirlər və biz bunu dərk eləyirik. Və bəli, həyəcan mütləq olur. Yəni bunun arxasında əgər həyəcan varsa mən buna həmişə razı qalmışam. Çünki bunun arxasında məsuliyyət durur. Və məsuliyyət də olduqda əlbəttə ki, məncə istənilən uğuru əldə etmək olar. Bugün olmasa sabah olacaq, sabah olmasa o bir gün. Və hər bir halda ola bilər, bəlkə oyunun əvvəlindən, inşallah olmaz, ola bilər ilk dəqiqələrdən hansı bir həyəcan olsun, məsuliyyət və ümumiyyətcə idman belə bir şeydir ki, o cümlədən futbol, yəni o işin içinə girdikcə sənin o qorxun, həyəcan, onlar yavaş-yavaş yox olmağa başlayır. Bəzən hirslənirsən, bəzən uduzursan, bəzən yıxılırsan, bəzən vurursan belə. O, belə deyək, o həyəcan, o qorxu yavaş-yavaş yox olmağa başlayır. Ona görə vacibdir ki, bunu dərk eləyərək meydana çıxasan. 90 dəqiqə ərzində qorxu olsa, bu böyük bir problem yaradacaq. Amma şükürlər olsun, bizdə belə bir şey yoxdur və inanıram ki, həmin o həyəcanın, məsuliyyətin arxasında
yaxşı qalibiyyətlər durur. Buyur Sənan. Uğurlar sabahki oyunda. 2017-də ilk dəfə Çempionlar Liqası əsas mərhələsində onda bütün oyunlar Bakı Olimpiya stadionu keçirildi. O dövrdə də fikirlər var idi ki, bu Bəhramov stadionu komandaya daha uyğundur, daha doğmadır. Maraqlıdır indi gələndə imkan oldu mu maraqlamaq ot örtüyünün vəziyyəti və bu stadion daha rahat demək olarmı komanda üçün? Daha çox yaşayın. Təşəkkür edirəm. Var elə bir şey, hansı ki, burada bəlkə futbolçular üçün özünü daha komfort hiss edirlər, amma əsas, belə deyək, Bakıda olmağımızdır. Əsas Bakıdakı bizim həm qonaqları qəbul etməyimizdir, həm də azərkeş kütləsinin çox olmasıdır. Yəni bu ildə əgər Olimpiya stadionunda hər hansı bir hazırlıq olsaydı, bəlkə bu ildə biz oyunlarımızı orada keçirərdik. Çünki həqiqətən bu çox böyük bir turnirdir və bu oyunlarımıza maraq həddindən artıq çoxdur və belə olduğunda həm Azərkeşin stadionuna yığılışması, həm də ümumiyyətcə geniş arenanı, belə deyək, Avropaya göstərməyimiz, o da bir əlavə bir faydalı bir iş olardı. Amma hər bir halda meydança amili rol oynayır. Yəni hal-hazırda burada futbolçular üzərində daha komfort hiss edirlər və Olimpiya stadionunda olsaydı, yəni məsuliyyətimiz yenə eyni olaraq qalacaq idi. Buyur Orxan. Qurban müəllim sabahki oyunda uğurlar arzulayıram məndə. Həm Qurban müəllimin sualımı da Sənan bəy qeyd elədi, ot örtüyü ilə bağlı sual verdi. Son 2 oyunda Tofiq Bərham stadionu ot örtüyü elə də yaxşı deyildi. Hazırki durumun nə vəziyyətləri, sizə bu barədə məlumatınız var, yoxsa yox? Normal, nə qədər belə deyək də, yaxşı olmasa da, yaxşı görünməsə də biz həmişə razı qalmışıq. Çünki biz yəni başa düşürük, elə bir period var ki, orada bəzən istədiyini əldə edə bilmirsən. Burada iqlimdən də çox şey asılıdır. Çünki bu bizim Bakı şəhəri biraz fərqli iqlimdədir. Bəzən bu aylarda hansı bir problem olur, amma buna baxmayaraq yenə də maksimum dərəcədə əvvəlki illərə baxanda maksimum dərəcədə daha yaşlığa doğru hər şey gedir və bugün də normaldır, yaxşıdır. Bu komandanın, bu klubun üstünlüyü elə ondadır ki, öz oyun fəlsəfəsindən əl çəkmirlər. Yəni mənim tanıdığım 2017-ci ildən bu yana demək olar ki, sistemlərində dəyişiklik olmuyor. Bəli, məşq dəyişiklikləri olub, amma yenə də eyni öz sistemlərində oynayırlar. Çox nadir hallarda oyunun gedişatında bəzi rotasiyaları eləyirlər. Belə üstünlükləri də budur və çalışırlar ki, onu ildən ilə daha təkmilləşdirməyə, öz oyun üsullarını. Bu da onların stabil nəticələrini gətirib çıxarır. Sadəcə onu əvvəlki 2017-ci ildə ola bilər ki, futbolçuların deməzdim, belə bəzi xüsusiyyətlərində bu ilki heyətlə yəni biraz fərq var və bu il daha dinamik, daha sürətli, daha texnikal futbolçuları var heyətlərində. Amma ümumi klubun fəlsəfəsi həmişə yerində qalır və bu da bu klubun ümumiyyətcə yaxşı nəticələrinə gətirib çıxarır. Başqa sualımız var. Buyur Anar. Spessportdan sahət Anar Zəfərsoy. Qurban bəy uğurlar arzu edirəm. Məğlub edilməz komanda yoxdur. Qurban bəy, Qarabağ Kopenhagenə qalib gəlməyin yolunu tapıbmı? Ümumiyyətcə, yəni qalib gəlməyin düsturu olur. Bu tək Kopenhagena qarşı yox, ümumiyyətlə bütün rəqiblərə qarşı. Futbolda zaten bizim işimiz ondan ibarətdir ki, qalib gəlmək üçün işləyirik. Hə, sabah məğlub ola bilərik və yaxud digər rəqiblərə məğlub ola bilərik, amma biz istənilən rəqibə qalib gəlmək üçün hazırlaşırıq və istənilən
belə deyək, bizim üçün daha çox kiçik turnirlərdə qalib olmaq üçün işləyirik. Bunu nə dərəcədə əldə edirik, bu qarşımızdakı rəqibdən də çox şey asılıdır. Amma bacardığımız qədər hazırlaşmışıq və bacardığımız qədər çalışırıq ki, qalibiyyət üçün əlimizdən gələn, hətta artığını etməyə, amma qarşımızda Kopenhagen var və biz onların da düşüncələrində, onların da göstərəcəyi oyuna hazır olmalıyıq. Xoş gəlmişsiniz, çox xoşdur sizi burada görməyə və ümumiyyətcə mən həmişə çox istəmişəm ki, bizim Bakıdakı oyunlarımızda bizim qonaqlarımızın sayı çox olsun. Əlaqəsi mətbuatdan çox işçilər gəlsin, hansı ki bizim gözəl Bakı ilə, ümumiyyətcə Azərbaycanımızla yaxından tanış olsunlar. Və o cümlədən Kopenhagen ümumiyyətcə belə mən 2017-ci ildə orada oynayanda çox bəyənmişdim. Yəni o şəhəri, çox gözəl şəhər idi və xatirimdə qalan ən belə deyək, öndə olan şəhərlərdən biridir. Rəqibə gəldikdə, Kopenhagenə gəldikdə əlbəttə ki, üstün cəhətləri çoxdur. Çünki sistemli bir oyun oynayır. Bir tərəfdən bu bizim üçün asandır. Yəni biz qarşımızdakı rəqibi biləndə ki, meydanı nə etmək istəyir, onun qarşısını almaq bizim üçün bir tərəfdən rahatdır, asandır. Amma onun o tapşırığı futbolçuların yaxşı yerinə yetirməsi bu bizim üçün problem ola bilər. Və üstün cəhətlərini, vacib olan detalları ayrı-ayrılıqda biz incələmişik və futbolçularımıza çatdırmışıq və bugün də yenidən biz bununla məşğul olacağıq. İnanıram ki, sabah ola bilər bəzən oyunun gedişatında biraz taktiki savaş da getsin meydanda. Amma hər bir halda biz böyük istəklə, böyük diqqətlə bu rəqibə qarşı oynayacaq və bu elə bir rəqibdir ki, mən də bir məşqçi olaraq bu oyunun nəticəsinə asılı olmayaraq bu oyundan həzz ala bilərəm. Çünki ola bilər ki, 90 dəqiqə meydanda mən də tam sırf oyunun içində olum. Çünki rəqib bunu məcbur edir. Onların bəzi oyunun gedişatında bəzi dəyişiklikləri, bəzi sürətli atakaları, bəzi mövqe atakaları bizə problemlər yarada bilər. Ona görə başda mən olmaqla bütün futbolçuların bu oyunda 90 dəqiqə oyun içində olmalıyıq ki, rəqib hər hansı bir problem bizim üçün yaratmasın.